Bağışlayan və mehriban Allahın adı ilə. Dəyərli izləyicilərimiz, Həyatın Ekranı 14 TV-nin efirində mübarək və müqəddəs Ramazan ayına həsr olunmuş İlahi Ziyafət proqramının növbəti buraxılışında hər birinizi xoş gördük. Bizim bugünkü mövzumuz Ramazan ayının mənəvi və psixoloji təsirlərinə həsr olunmuşdur. Qonağımız isə ilahiyyatçı, psixoloq Ramil Əmirovdur. Ramil bəy, xoş gəlmişsiniz. Çox sağ olun, Allah razı olsun. Dəvətimizi qəbul edib gəldiyinizə görə sizə minnətdarlığımızı bildiririk. Mən təşəkkür edirəm dəvət etdiyiniz üçün. Sağ olun. Bildiyimiz kimi bir çox möhtərəm günlərin, Əyyamullah, Allahın günləri kimi adlandırılan bir çox əlamətdar günlərin öz təsirləri mövcuddur və İslam dini də ümumiyyətlə təsir baxımından, təsir məsələsində həssasdır. Çünki təsirlərin insan həyatında çox böyük rolu, önəmi vardır. İllah da ki, müqəddəs Ramazan ayı ki, biz bunu elə İslam marifi ilə bərabər ata-babalarımızdan da çox duymuşuq və çox eşitmişik və bunun da bariz nümunələrini görmüşük. Amma istərik təsirlər haqqında biraz təfərrüatlı danışıq. Elə ilk sualımız bundan ibarət ki, Ramazan ayı özündə hansı mənəvi təsirlər daşıyır? Bismillahirrahmanirrahim. İlk öncə bu ayın hamı bilir ki, mənəviyyatı çox güclüdür. Bəli. Ramazan ayı elə bir bərəkətli aydır ki, çox adamlar bunun bərəkətindən, mənəviyyatından xəbərsizdirlər. Biz Qurana nəzər salanda görürük ki, Allah Quranda Bəqərə surəsinin 184-cü ayəsinin sonunda buyurur ki, وَأَنْ تَسُومُوا خَيْرٌ لَكُمْ Oruç tutmaq sizin üçün daha yaxşıdır, daha xeyirlidir. Ardında buyurur, İn kuntum ta'lemun. Əgər bilsəniz. Biz bilmirik ki, bunun bərəkətli mənəviyyat nə qədərdir. Çox adamın xəbəri yoxdur bundan. Sadəcə biz baxırıq ki, oruç tutaq, səhərdən axşam kimi ac-susuz qalaq, oruc bitdi, vəsə. Ona deyirik oruc. Amma bunun mənəviyyatı, bərəkəti təsəvvür olunmaz dərəcədə çoxdur. Necə ki, Peyğəmbərimiz buyurur ki, bəndə bilsə ki, Ramazan nə deməkdir, ilin bütün gününü Ramazan olmasını istəyər. Bəli. Yəni, o qədər bərəkətli, o qədər mənəviyyətli bir aydır bu ay. Saç ki, bu ayın mənəviyyətindən faydalana bilək, bəhrələnə bilək. Ramazan ayının çoxlu mənəvi təsirləri və faydaları var. Onlardan birincisi Allaha yaxınlaşmaqdır. Biz baxsa görək ki, çox adam ac-susuz qalır. Ona Ramazanın savabı verilmir, təsiri verilmir. Çünki orada qurbətən ilallah var, yəni Allaha yaxınlaşmaq qəsdi ilə mən bu orucu tuturam, ona mənəvi savab verilir. Çünki məqsəd Allaha görədir. Bəli. Məqsəd Allaha görə olduğuna görə də Allah ona böyük bir əcr, savab əta edir. Necə ki, hədislərdə qeyd olunur ki, oruc bəndəni Allaha yaxınlaşdırar. O qədər böyük faydası və təsiri vardır bu Ramazan ayının. İkinci bir faydası, təsiri aramlıqdır, daxili aramlıqdır. Biz baxırıq insanlara, zahirən aram göstərə bilər, huzurlu göstərə bilər, amma daxili aramlıq çox önəmlidir. İnsanlar daim aramlıq arxasındadırlar. Kimi aramlığı dünya məhəbbətini tapır, kimi var dövlətdə, kimi maşın almaqda, kimi ev almaqda tapır. Amma həqiqi aramlığın olmasa, dünyanın da sənə bir sənə xeyri yoxdur. Bəli. Bu daxili aramlığı necə əldə etməliyik? Bir yolu budur ki, Ramazanda oruç tutmalı. İnsan o aramlığa çatar. Necə ki, İmam Baqir Əleyhisselam buyurur ki, həc və oruc aramlıq səbəbidir. Huzur səbəbidir. Adam Ramazan ayında oruç tutanda adam bir mənəvi rahatlıq gəlir. Düzdür, insan o aclığın təsiri var, susuzluğun təsiri var. Amma bir daxili bir huzur gəlir insana. Bəli. O huzuru heç yerə tapa bilmirsən. Bir növ insan mənəviyyatı gücləndiksə, insan təzən bir ay ərzində mənəviyyatı güclənir, o aramlığı güclənir, 11 ayda onu qoruyub saxlamalısan. Bir ayda yığdığın enerjini 11 ayda xərcləməlisən. Əgər Ramazan ayında o mənəvi aramlığı tapa bilməsən, heç yerə tapa bilməyəcəksən. Və çox adamın problemi budur ki, mən aram deyiləm. Bəli. Qardaş, mən neyim aramla çatım? Mən aram deyiləm. Mən daim narahatam. Səbəbini də bilmir. Çünki mənəvi boşluğu var. O mənəvi boşluğu biz Ramazan ayında doldurmalıyıq. Üçüncü bir təsir nəfsi tuğyanın qarşısını almaqdır. Çox mühümdür. Çox mühümdür.
Çoxumuzun nəfsi toxunur da. Mən həmişə bunu bir misalla izah edirəm. Təsəvvür edin, oturmusunuz, at çapırsınız, atın belində. Atın yüyənini buraxmısınız. At harası da dağa gedər, dərəyə gedər, harası da aparar. Nəfs də elədir. Bəli. Nəfsin ki, ipini buraxdın, hara istəsə adam aparar. Çünki ipi əlində deyil. Bəli. Nəfs daim kontrol etməyi xoşlayır. Bəli. İnsan kontrol etsin. Nəfsi daim cilovlamaq lazımdır. Adətən görürük ki, bir çox insanlar bundan əziz çəkirlər. Bəli. Hətta dindarlar belə. Nəfsin girdabında qalba çıxa bilmirlər. Namazını qılır, orucunu tutur, amma nəfsini cilovlaya bilmir. Bəli. İstir bu şəhvani istədə olsun, istir dünya istədə olsun. Görürsən ki, bu adamın məsələn bir dənə evi var, 2 dənə evi var, doymur. Bəli. Alır, evlər alır, yığır. Bəli. Maşınlar alır, torpaqlar alır. Hara aparacaqsan? Çünki nəfsini istəyir ki, aramlaşdırsın. Nəfs ki, aram olmur. Bəli. Nəfsi tamah insan heç vaxt aram olmaz. Bəli. Ara insan özü bunu istəməsə, özü bunun qarşısına olmasa. Bir zaman Peyğəmbərin dövründə Peyğəmbər bir rəvayət var. Deyir, Peyğəmbər eşitdi ki, bir qadın öz kənizinə nasaza deyir. Söyür. Bəli. Bir halda ki, oruç tutmuşdu bu xanım. Peyğəmbər buyurdu, gəl yemək ye. Yemək yeməyə dəvət etdi o xanımı. Dedi, ya Rasulallah, mən orucam. Deyirsən, necə orucsan ki, kənizi söyürsən, söyürsən. Bəli. Əgər oruçdan söyüşməsə əgər. Bəzi insanlar bıraxır, görürsən, oruç tutub söyüş də söyür. Bəli. Deyir, mən bunu vərdiş eləmişəm, mənim adətimdir. Peyğəmbər də buyurur ki, orucla bu söyüş uyğun gəlmir. Ən azdan nəfsini cilovlamalısan. Bu ay fürsətdir ki, əgər bir insanda söyüşləmək varsa, nə bilim, qeybət eləmək varsa, yalan danışmaq varsa, bu ayda onu kontrol etməlidir. Bəli. Məsələn, adam var ki, qeybət eləməkdən zövq alır. Bəli. Bəli. Görürsən, yığırlar bir yerə, indi ya xanımlardır, ya bəylərdir, bir məclisə yığışırlar, başlayırlar pislik danışmağa. Həzz alır da, filan kəsin belə bir dənə eybi var, belə bir nöqsanı var, belə bir aydan necə olacaq, başlayır danışmağa zövq alır. Bəli. Eyb açmaqdan. Amma biz bunun həqiqətini bilmirik ki, bunun həqiqətində nələr var. Bəli. Onun arxasında nələr var, onun həqiqətindən biz xəbərsizlik. Deyir, Peyğəmbər zamanında Peyğəmbər əmr elədi, buyurdu, hamı oruç tutsun. Şərti budur ki, məndən icazə alsınlar, sonra iftar eləsinlər. Axşam məndən icazə almalılar hamı. Hamı oruç tutdu, gəlirlər axşam vaxtı, iftar vaxtı bir-bir Peyğəmbərdən icazə alırdılar. Gedib iftarını edirdilər. Bir kişi də gəldi, ya Rasulallah, mənim ailəmdən 2 cavan qızım oruç tutub. Onlar iftar eləmək istəyirlər. Özləri utandılar gəlməyə, sizdən icazə istəyirlər. Peyğəmbər üzünü fırlatdı. Bu şəxs ikinci dəfə təkrar elədi, ya Rasulallah. Məsələ belədir. Peyğəmbər yenə üzünü çevirdi. Üçüncü dəfə deyəndə Peyğəmbər buyurdu ki, onlar oruç deyirlər. Oruç tutmayırlar. Necə oruç tuta bilərlər ki, cəmaatın ətini yeyirlər. Dedi, get onlara deyinən ki, əgər oruçlarsa, qaytarsınlar yediklərini. Kişi gəldi, qızlarına məsələn danışandan sonra qızları qaytardı. Hərəsi bir lakma, bir tikə qan laxtası qusdu. Özə təəccüb edilər. Gəldi, məsələn, Peyğəmbərə xəbər verdi. Peyğəmbər buyurdu ki, and olsun o Allaha ki, mənim canım onun əlindədir. Əgər bu laxtalanmış qan onların qarnında qalsaydı, qiyamət gündə cəhənnəm odu bunları udardı. Görün nə qədər bunun bir mənfi təsiri var. Həqiqətən. Amma biz bunun fərqinə varmırıq. Qeybəti adi söhbət edirik. Deyir, özünə bilir ha, özünə Çox demişəm. Çox adiləşib həqiqətən. Deyir, özünə demişəm, özünə xəbəri var. Var ha, amma sən bunun abına varsan, biabır edirsən. Bunlar danışılmalıdır və insan bunun fərqinə vararaq buna çəkinməlidir. Bu Ramazan ayı fürsətdir ki, mən öz dilimə hakim olum, öz nəfsimə hakim olum ki, nəfsimin tuğyan eləməsin, nəfsimin qarşısını alım. Adam var görsən ki, zinaya meyillidir, şəhvətinə hakim deyil. Bu ay fürsətdir. Bu ayda bir qüvvə var ki, sən bu mənəviyyatı toplamaqla, oruc halında Allaha ibadət etməklə nəfsini cilovaya bilərsən. O ki, deyirlər, bir insan subayıdır, ailə qura bilmir ki, sizin oruç tutsun. Bəli. Bəziləri deyirlər ki, oruç tuturam, mənə faydası olmur. Bəli. Xeyrum. Amma sən bilsən ki, bu oruc nə üçündür? Sən nə üçün oruç tutursan? Allaha görürsən. Əgər bir Allahın sən əmrini icra edirsənsə, demək haramdan çəkinməlisən də. Allah onu haram bilir.
Haramla halal bir-birinə ziddir də, Bəli. tərs münafidir. Bəli. Əgər mən vacibatı icra edirəmsə, bunu düşünərək Allaha yaxınlaşmaq istəyirəmsə, gərək o işdən çəkinəm. Digər bir dördüncü təsir yəqinlik məqamıdır. Bu çox yəqin məqamı çox uzaq bir məqamdır. Həqiqətən. Adam bunu oxuyanda həqiqətən biz ondan uzaq, belə deyim. Çox düşündürücü bir məqamdır. Yəqinin də 3 məqam var da. Bir elmül yəqindir, eynül yəqindir, haqqül yəqindir. Elmlə olan yəqin, görməklə olan yəqin, bir də həqiqətə, haqqı çatmaqla olan yəqindir. Deyir, bir hədis var, İmam Əli Əleyhisselamdan nəql olunur ki, deyir, Peyğəmbər sallallahu Meyraca səfər etmişdi. Meyracda orucluğun təsir barədə Allahdan sual elədi. Soruşdu, ya Pərverdigar, mənə bu barədə məlumat ver. Ona cavab gəldi ki, oruç tutmaq hikmət irs qoyur. İnsana hikməti çatdırır. Hikmət isə mərifət gətirir. Mərifətlə tanımaq, dərk eləmək. Mərifət də yəqin gətirir, yəqinliyi çatdırır. Çünki insan yəqinə çatdı, daha onun üçün fərqlənmir, gecə ilə gündüzü çətinliklə keçir, asanlıqla keçir. Həqiqətən. Heç bir əhəmiyyət kəsb edəmir onun üçün. Əgər bir insanın yəqini varsa, onun üçün heç bir fərqi yoxdur. Bu çətinlikdədir, asandadır. Çünki çətinliyin də bir çətinliyin səbəbi nədir? Onun həqiqətini görür. Bu çətinlik nə üçündür bunun üçün? Nəyə görə buna çətinlik gəlib? Nəyə görə bu çətinliyi yaşayır? Artıq onun yəqini var. İxlasın ən kulminasiya nöqtəsidir. İmanın ən uca nöqtəsidir yəqinlik. Bəli. Əgər asandadırsa sevinmir. Bilir bu asanlıq nə üçündür? Onu da bilir. Bu asanlıq da müvəqqəti, keçicidir. Çətin də keçicidir. Asan da keçicidir. Bunun həqiqətinə varıb artıq. Bunu yəqini çatdıb. Bu da Ramazan ayında hasil olur insanda. Əgər həqiqətində bunun fəlsəfəsini insan dərk eləsə, xalis niyyətlə insan orucunu tutsa, o mənəviyyatı saxlaya bilsə, yəqin çata bilər. Bu dördüncü təsir idi. Təsirlər çoxdur. Əlbəttə. Vaxt nəzərə alaraq. Beşinci təsir deyim, kifayətlənərək. O da ki, iradənin güclənməsidir ki, bu dəqiq insanların çoxu iradə zəifliyindən şikayət edirlər ki, mənim iradəm zəifdir. Hansısa bir pis rəftarımdan, pis xarakterimdən mübarizə apara bilmirəm. İstəyirəm bir hədəf qoyum, ona tərəf addımlayım, iradəm zəifliyi göstərir. Hansısa bir pis vərdişimi tərk etmək istəyirəm, iradəmlə bacara bilmirəm, iradəm zəifdir. İradə elə bir qüvvədir ki, bu oxumaqla güclənməz. Düşünməklə də güclənməz. Bunu tətbiq etmək lazımdır. Bəli. Düzdür, insan oxuyaraq o barədə məlumatlana bilər. Amma tətbiqə keçməzsə, əmələ keçməzsə, onun faydası olmaz. Əməl budur ki, məsələn, mən Ramazan ayında oruç tuturam. Məsələn, tutaq ki, istəyirəm, hansısa bir pis, çox yemək, məsələn, bir pis vərdişim çox yeyirəm. Bunu tərk edə bilmirəm. Bunu iradə istəyir. Bəli. Ramazan ayında məcburam ki, səhərdən axşam kimi Allahın halalından keçib. Halalınla mübarizə aparam, yemək yemirəm, su içmirəm, cürbəcür qidalarını çəkinirəm, iradəm möhkəmlənir. Mübarizə aparırıq. Bu da mənim iradəmi möhkəmləndirir. Bir metodu budur. Siqaretə vərdiş eləmişəm, iradəm zəifdir tərk etmək üçün. Ramazan ayında necə bilirsən, səhərdən axşam kimi siqaret çəkmirsən. Bu fürsətdir. Adam siqaretlə mübarizə apararaq onu tərk edə bilər. İradə elədir ki, insan bunu həyata keçirdikcə, insanın iradəsi neyir? Güclənir, möhkəmlənir. Rahatlıqla o bir günlərdə də bu işlərdən çəkinə bilər. Çox təşəkkür edirik sizə bu müqəddiməyə görə. Həqiqətən çox faydalı məlumatlar oldu. Bəs ümumən Ramazan ayı hansı psixoloji təsirlərə malikdir? Çünki insan psixologiyası həqiqətində öyrənilməsi vacib və lazım olan çox möhtəşəm bir sahədir. Çox gözəl sualdır və lazımlı bir sualdır. Bilirsiniz, mənəviyyatla psixologiyanın sıx əlaqəsi var. Bəli. Çox təəssüf ki, bəzi dəndarası psixologlar çıxıb, deyirlər ki, İslamın buyurduqları ilə insan psixikası ziddir. Bu absurd bir sözdür. Necə ola bilər ki, insanı yaradan Allahdır. Allah bilmir ki, insanın psixikasına, psixologiyasına nə xeyirdir, nə ziyandır. Bunu indiki bu müasir psixologlar çıxıb ortaya bunlar təyin edirlər. Bu məqsədə uyğun deyil. Hətta biz baxanda Freudun şəxsiyyət strukturu var. Bəli. Nəzəriyyəsində ki, məsələn, iddir, egodur, super egodur. Bəli. Orada da bir baxırıq ki, id ancaq nəfsi istəklərdir. Yemək, içmək, cinsi istəklər, təmin olunmaqda. Freud çox vaxt bunun üzərində fokuslanır. Əgər bunlardan biri vaxtında təmin olmasa insanda bir
o psixoloji problemə çevirə bilər, bir travmaya çevirə bilər, bir niskin yarada bilər. Ona çox fokuslanır. Amma bir də var superego. Superego o həmin əxlaqi dəyərlərdir ki, o ailədə formalaşır, cəmiyyətdə formalaşır. Bəzi qadağalar, düzdür, Freud İslami nəzərə almayıb orada. O əxlaqi dəyərlərdir ki, hər bir cəmiyyətdə olub da. Bir də var ego. Ego bu superego ilə idi tənzimləyəndir. Məsələn, id hansısa bir nəfsi istəyi istəyir. Məsələn, tutaq ki, deyir ki, mən isə yolun ortasında oturum, yemək yiyim. Burada qidalanmaq istəyirəm. Nəfsim bunu istəyir. Bəli. Superego deyir, yox, bu olmaz, bu ədəbsizlikdir. Cəmaatın içində oturub bunu yemək sənə şənibə yaraşan bir şey deyil. Egodur. Superego əxlaqdır da, qarşısını alır. Ego deyir, bəli, yemək istəyən olar. Amma get otur evində ye, otur restoranda ye. Amma küçədə oturub yemək yaxşı şey deyil. Birinin nəfsi çəkər, birinin ürəyi qalır. O eqonu tənzimləyir burada. Bəli. Ona görə biz baxanda mənəviyyatla psixologiyanın burada əlaqəsi var. Sıx əlaqəsi var. Bunlar tənzimlənməlidir. Amma biz Ramazan ayını orucu tutmaqla, mənəviyyatımızı gücləndirməklə bir sıra psixoloji dəyərlərə sahiblenirik. Onlardan biri özünə hörmətdir, özünə dəyərdir. Əgər bir cəmiyyətdə özünə hörmət, özünə dəyər hissi yüksək olarsa, o cəmiyyətdə problemlərlə, çətinliklərlə, psixoloji sıxıntılarla, psixoloji xəstəliklərlə mübarizə aparmaq çox rahat olacaq. İnsan o şeyə düşməz, psixoloji sıxıntıya düşməz. Çünki özünə hörməti güclüdür, özünə dəyər hissi yüksəkdir, o rahat mübarizə apara bilir. Özünə hörmət, özünə dəyər bu ayda formalaşır. İnsan ilk öncə özünü qəbul etməlidir. Özünə dəyər, özünü qəbuldan başlayır. Əgər mən özümü qəbul etməsəm, necə özümə hörmət edə bilərəm? Necə özünə dəyər verə bilərəm? Çünki özümü qəbul etmirəm. Özümü bir şəxsiyyət kimi mən qəbul etmirəm. Deyirəm, mən pis insanam. Mən yaxşı adam deyiləm. Necə özümə hörmət edə bilərəm? Oradan başlayır. Özünə hörmətin mən fərdi inkişaf təlimində 10 dənə metod yazmışam, qeyd eləmişəm ki, 10 dənə metod, bu usul özünə hörməti, özünə dəyərsizliyini yüksəldir. Birini qeyd eləmək istəyirəm burada. Allaha bəndəlik. Allaha itaat. Gücləndirir. Çünki mənəviyyatla bağlıdır. Allah deyir, mən səni yer üzündə xəlifə yaratmışam. Çünki sən dəyər vermişəm. Dəyər verməsə də yaratmazdı bizi. Əlbəttə. Dəyər verib yaradıb. Bizə deyir ki, mən başqa ayədə deyir ki, mən Ləqəd kərramnə bəni Adəm, mən bəni Adəm övladına kəramət bəxş eləmişəm. Kəramət ediləm, dəyər verib də mənə. Bəli. Mən bu dəyərə sahibəm, bunu mən qoruyub saxlamalıyam. Əgər mən günaha meyllənirəmsə, gedib günah işlə görürəm, mən özümü dəyərsizləşdirirəm. O bəzən insanlar, görürsün ki, bu fərdi seanslarda bəzən insanlar, xüsusən xanımların şikayəti bulur ki, yoldaş mənə dəyər vermir. Mənə dəyərsizləşdirir. Niyə dəyərsizləşdirib? Gedir mənə xəyanət edir. Deyirəm ki, sənin dəyərin yoldaşın dəyərinə bağlıdır. Deyir, yox. Deyirəm, bəs necə ola ki, sənin dəyərini yoldaşın müəyyən eləsin? Sən onun özü dəyəri görəsən. O gedib günah eləyib, məsələn, zina eləyib, özünü dəyərsizləşdirib. Bəli. Özünə hörmətdən salıb. Səni sala bilməz bu işdə. Sənə hörmətsiz edə bilməz. Çünki bu ayda mən özümə dəyər verirəm, özümə hörmət edirəm, bütün günahlardan çəkinirəm. Bütün haram işlərdən çəkinirəm. Çünki mən dəyərli bir varlığam. Allah bu dəyəri mənə veribdir. İkinci bir psixoloji təsir özgüvəndir. Özünə inanmışsıdır. Mən Ramazan ayında oruç tutmaqla özümdə bir güvən yaradıram. Güvən mənim bacarıqdır da. Bəli. Məsələn, adətən deyirlər, mən filan işi bacarmıram. Mən çarəsizəm. Çarəsizlik inancı var bir çox insanlarda. Bəli. Çarəsizlik özü inancıdır da. Məsələn, əgər bir insanın çarəsizlik inancı varsa, mən bacarmaram, mən bunun ötəsindən gəlmərəm, mən çarəsiz bir insanam, artıq bunda bir inanc formalaşıb. Çarəsizlik inancı var deyə o insan addım ata bilmir. Bəli. Amma mən Ramazan ayının orucunu tuturam, bu orucu tutmaqla məndə bir güvən yaranır. Aman bacardım. Mən Allahın halalından çəkindim, haramından bu ayda çəkindim və o bir ayda çəkinə bilərəm. Bəli. Mən başqa işlərdə görə bilərəm, başqa bir işlərin ötəsindən gələ bilərəm. Mən addım ata bilərəm. Çünki məndə özgüvən var. Mən bacarıqlıyam. Bu insanda yaradır. Üçüncü bir təsir stres və istirabın azalmasıdır. Psixoloji təsirdir. Adətən insanlar stresli, həyəcan, istirab yəni təşvişli, həyəcanlıdır. Daim gərgin, daim narahat, yuxusu qaçıb, yata bilmir. Çünki stresi var, çünki təşvişi vardır. Məsələn, axşam olur, deyir, mən yuxum qaçıb.
Bəli. Gələcəyə görə nigaranam. Necə olacaq? Necə olacaq? Görürsən mənim problemlərim həll olarmı, olmazmı? Artıq stres yaşayır. Artıq bunun istirabı var. Ramazan ayı elə bir mənəviyyat insana verir ki, elə bir güc verir ki, insan huzur tapır, aramı tapır. Bəli. Streslər yoxa çıxır. Streslər həll olub gedir aradan. Dördüncü təsiri vasvasılıqdır. Vasvasılıq eldirilirlər də. Bəli. Amma psixoloji obsessiv, kompulsiv pozuntudur. Bu nədir? Məsələn, təkrarlanan düşüncə. Bəli. Məsələn, görmürsünüz də bəzi insanlar görürsən mən qazı bağladım, açıq qaldır. Hə. Görürsən qapını örtdüm. Çox rast gəlinən bir pozuntudur. Pozuntu çox yayılıb. Və yaxud dəstəmaz alır, görürsən düz aldım, bir də alır. Qusul almağa görürsən yarım saat qusula gedir vaxtı. Görürsən falan ki, pak oldu, olmadı. Bir vasvasılığı var, bir obsessiyası var ki, o müalicə olunmalıdır. Amma bunlar hamısı tədqiqat olunmalı. Bu dediklərim araşdırmaların nəticəsidir. Bəli. Yəni araşdırma aparıblar, tədqiqat ediblər, görmək ki, məsələn Ramazan ayında insanda istirab azalıb, insanda obsessiyalar azalıb. Bu ayda onun azalmasının şahidi olublar. Bu ayda bu da azalır. Digər bir psixoloji pozuntu depressiyadır. Aha, Bu da bəli. tədqiqat göstərir ki, Ramazan ayında depressiya azalır. Baxın, depressiyanın əlamətləri nədir? Ümidsizlik. Gələcək bir heç ümidi yoxdur, ümidlər tükənib, atmağa meyillik çox yatır, iştahasızlıq, Yorğunluq, və ya çox yemək, əzginlik. iştahasızlıq, əzginlik, yorğunluq. Axırı nədir? İntihardır. İntihara meyillik. Yəni bu artıq depressiyadadır. Bəli. Belə insanlar adətən həvəssiz olurlar. Heç bir iş görmək istəmirlər, heç bir addım atmaq istəmirlər. Bunlar artıq psixoloji pozuntu yaşayırlar. Amma araşdırma göstərir ki, Ramazan ayında bu insanlarda depressiya halı olmur. O yorğunluq, o əzginlik insanlarda azalır. Çünki insanlarda ümid yaranır. Məsələn, mənəviyyat insanda olduqca. Çünki depressiya bir mənəvi aşınmadır. Bəli. Mən görməmişəm ki, bir depressiya yaşayan bir insan olsun, ibadətləri vaxtı-vaxtı etsin. İbadətdən zövq alsın. Bəli. Deyir, ibadətdən heç bir zövq ala bilmirəm. İbadətlərimi zorla qılıram, namazlarımı məcburan qılıram. Quru ayin kimi. Bəli. Çünki depressiya bir mənəvi aşınma bunda yaradır, bunda bir psixoloji yorğunluq yaradır deyən ibadətlərdən çox maraqsızdır, həvəssiz edir. Amma Ramazan ayında buna bir mənəvi güc gəlir, Bəli. bir mənəvi bir potensial bunda yaranır, bu depressiya azalır və başlayır ibadətlərini şövqlə etməyə. Bu da araşdırmaların nəticəsidir. Altıncı təsiri aqressiyanın kontrol edilməsidir bu ayda. Çox mühüm nöqtədir bu. Bilirsiniz, aqressiya adətən biz elə bir dövrdə yaşayırıq ki, informasiyaların çox olması, insanların yüklənməsi, ailə problemləri, cəmiyyətdə olan problemlər, Natamamlıq kompleksləri. natamamlıq kompleksləri insanlara aqressiya yaradır. Bəli. İnsanlar çox aqressivdirlər. Özünü kontrol edə bilmirlər. Görürsən, insan şikayətləri, mən özümü kontrol edə bilmirəm. Öz əsəblərimə hakim ola bilmirəm. İnsanlara acılayıram. Səbrim yoxdur. Mən nə edeyim, nə cür edim ki, mən buna hakim olum? Bəli. Baxın, Ramazan ayında da bunun təsiri var. Oruç tutan insanda təsəvvür edin, oruç tutur, güc gedir, enerji gedir, danışa bilmir, az danışır, aqressiya da azalır. Bu danışır, o danışır, bir aqressiya olur da, davadalaşır. Amma o ki, yorğundur, oruç tutub, halsızlaşıb, Öz hayındadır. öz hayında danışa bilmir deyə aqressiya da azalır. Bir də düşünür ki, mən orucam da, məsələn, əsəbləşsəm, bu mənə ziyandır da, mən özümü kontrol edəm. Başlayır bu ayda bunda bu azalmağa. Ümumiyyətlə, bu aqressiya elə bir problemdir ki, bu kontrol olmasa insanda nevroz xəstəsi yaradır. Nevroz yaradır. Və bu da insana cürbəcür psixoloji, cismi problemlər yaradır. Ona görə zamanında bu kontrol olmalıdır. Düzdür, Ramazan ayının təsiri var, müəyyən qədər kontrol olsun. Amma bu kontrolda saxlanmalı bir əməldir. Bu kontrol olmalıdır. 7-ci bir təsiri, bu da çox önəmlidir. Pis adətlərin, pis vərdişlərin tərk edilməsi. Bəli. Adətən bizdə niyə bu vərdişə yaranıb? Zamanla. Bəli. Uşaqdan bu yana təkrar bu da olub, bu insanda yaranır. Məsələn, qeybət eləmək bir vərdişdir insanda, bayaq dediyim kimi. Bəli. Vərdişdir. İndi mən bu vərdişi nədən tərk edim? Bunun yolu var. Bir yeni vərdiş yaratmaq lazımdır. Alternativ qoymaq. Alternativ, bəli. Əgər mən qeybət eləməkdən zövq alıramsa, insanların pisliyin deməkdən də, nə etməliyəm? O insanı tərifləməliyəm. Yeni bir vərdiş. Ürək istəyir əslində. Məsələn, tutaq ki, mən Peyman qardaşımın
bir mənfi xüsusiyyət tanıyıram, onu başlayıram deməklə. Hər yerdə deyirəm, bunu məsələn biabr demək istəyirəm. Bəli. İndi nə edirəm? Başlayıram məsələn Peyman qardaşımın yaxşı cəhətini deməyə. Deyirəm, Peyman qardaşım çox gülər üzdür, mehribandır, təbəssümlü insandır. Başlayıram müsbətə fokuslanmağa. Neqativini demirəm, amma müsbətini deyirəm. Bəli. Artıq bu vərdişi özümdə yaradıram. İnsanların müsbətini görmək vərdişi. Və yaxud həsəd edirəm, paxıllığım var. Bir insandan bir neymət görmüşəm, ona paxıllıq edirəm. Bəli. Başlayıram o insanın o neymətini tərifləməyə. Deyirəm, filan kəs, məsələn, yaxşı imkanı var, yaxşı pulu var. Deyirəm ki, o insan zəhmətkeş insandır. Zəhmət çəkib qazanıb. Bəli. Əziyyət çəkir. Allah onun köməyi olsun, Allah biraz da çoxaltsın. Bəli. Başlayıram onu yaxşı tərifini deməyə. Özümdə bu vərdiş yaradıram. Bu Ramazan fürsətdə biz insanların yaxşısını görək. Pis vərdişdən qurtarmaq üçün yaxşılarını özümdə formalaşdıraq. Əlbəttə. Məsələn, siqaret çəkmək bir vərdişdirsə, mən bunu həmişə edirəmsə, Ramazan ayında görürüm ki, bu vərdişim də azalıb. Fürsətdir də, yavaş-yavaş bunu azaldıram. Əgər məndə bu azalırsa, deməli mən bunu edə bilərəm də. Məndə bu fasildə var. Yəni bu köhnə vərdişdən xilas olmaq üçün yeni vərdiş özümüzdə yaratmalıyıq. Bu gözəl bir metoddur. Əlbəttə. 8-ci vərdiş özünü kontrol etməkdir. Çox mühümdür. 8-ci təsir bu. Bu elə bil ki, özünü kontrol etmək önəmli birinci bir faktordur. Bəli. Bir insan ki, özünü kontrol edə bilməsə, heç nəyi kontrol edə bilməz. Əslində qalsa bu dəqiqəyə qədər qeyd etdiyiniz 7 bəndin xülasə bir yerdə cəmini ilə özünü kontrolda cəmləmək olar artıq. Təsir kimi. Bəli, hamısını, həm mənəviyyatına aid, həm psixoloji. Bəli. Məsələn, nəfsi kontrol etmək. Düşüncəni kontrol etmək, duyğunu kontrol etmək, davranışı, hamısı kontrolla baxılır. Hamısı. Bunun da metodları var, yolları var. Yetər ki, insan öyrənsin. Ramazan ayında məsələn, tutaq ki, məsələn, istəyirəm ki, nəfsim biraz istəyir. Deyəm, mən oruç tutmuşam. Artıq özümü kontrol edəndə. İstəyirəm, açmışam, yemək yesəm, yox, yemək yeyə bilmərəm, mən kontrol edirəm ki, mən orucam. İstəyirəm ki, söyüş sevim, yox. Axı, mən orucam, söyüş seyə bilmərəm. Artıq özümü kontrol etməyə başlayıram. Beynindən bir dənə neqativ bir şey keçir, tezdən, axı, mənim əməlimin savabı gedə bilər. Gərək özümü kontrol edəm. Bəli. Bax, hamısı kontrolla qayıdır. Bəli. Yəni, Ramazan ayı fürsətdir ki, mən özümü kontrol edeyim. Kontrol ayıdır bu ay. Ona görə bu ayın bu bəhrəsindən faydalanmaq lazımdır ki, insan özünü kontrol edəsin. Çox təşəkkür edirik sizə. Bu təfərrüatlı nöqtələri toxundunuz. İnanırıq ki, tamaşaçılarımız üçün də çox faydası dəyəcək. Mənəvi təsirlər, psixoloji təsirlərdən danışdıq. Təbii ki, el dilindən desək, gözlə görünməyəndən danışdıq. Biz ki, dünyada yaşayırıq və necə deyirlər, dünyanın maddiyyatının maddi fövqündə yaşadığımıza görə bizdə ilk növbədə öndə duran və ilk görülən cismanidir, cismilidir. Bəs Ramazan ayının hansı cismani təsirləri mövcuddur? İstərik bu haqda danışasınız. Əlbəttə, bu da önəmli suallardan biridir. İnsanları düşündürən bir sualdır. Ramazan ayının cismi faydaları çoxdur. Onlardan bir neçəsinə istəyirəm işarə edəm. Baxın, beynimizdə orta hesabla 100 milyard hüceyrə var beynimizdə. Bəli. Bunlar da bizim orqanizmin enerjisinin 22%-ni istehlak edir. Bəli, bəli. Baxın, beyin nə qədər qidadan məhrum olarsa, o qədər aktivdir. Bəli. Fikir verirsə, bir insan görürsə çox yeyir, yuxu gəlir, yatmaq istəyirsən. Beyin yatmaq istəyir. Amma beyin qidadan məhrum olanda daha aktiv işləyir. Bunu göstərir ki, beyni çox yeməklə, qidayla yüklənmək olmaz. Beyində, bilirsiniz, hormonları var, xoşbəxtlik hormonları. Endorfin. Bəli. Dopamin var. Bəli. Onlardan biri də serotonindir. Bəli. Bu serotonin hormonu insanda xoşbəxtlik, sevinç, şadlığı göstərir. İnsan əgər serotonin hormonunun səviyyəsi yüksək olarsa, insan daha sevincli, daha şad olur. Bu da Ramazan ayında araşdırma göstərir ki, Ramazan ayında daha çox ifraz olunur. İnsan daha çox şad olur. Fikir verirsə, Ramazanda oruçda insan görürsə, bizdə bir dənə təbəssüm olur, bizdə bir nur olur, bizdə bir rahatlığı olur. Bu, o serotonin hormonunun daha çox ifraz olunmasıdır. Bəli. Bu, cismani faydalardan biri budur. Digər bir faydası Ramazan ayında oruçdan insanlarda şəkərin səviyyəsinin azalmasıdır. Mən adam tanıyıram ki,
Adətən görürsünüz ki, həkimlər şəkər xəstəsi olanlara oruç tutmağı məsləhət görmürlər. Bəli, Bu da ziyandır. bəli. Amma mən tanıyan adamlar var ki, onlar şəkər xəstəsidirlər, amma oruç tuturlar. Deyirlər biz oruç tuturuq, çox şəkərimiz də stabil qalır, yüksəlmir. Orucun bizə çox faydası var. Özümüzü çox rahat hiss edirik. Bu da orucun faydalarından biri. Bəli. Digər bir faydası çəkin azalmasıdır ki, təbiidir. Oruc halında insan oruç tutur, çəki azalır. Bəli. Amma niyyət bu olmamalıdır ki, mən oruç tutum, mən çəkim azalsın. Əlbəttə. Niyyətimiz qurban inalı olmalıdır, Allah Bəli. xatir olmalıdır. Amma bu da onun cismi faydalarıdır ki, biz onu qeyd etməliyik. Digər bir faydası insan bədənində o qanda olan xolesterin azalmasıdır. Və əsas faydalarından biri immun sisteminin güclənməsidir Ramazan ayında. Və sonuncu bir faydası da deyim ki, araşdırmalar göstərir ki, Ramazan ayında oruç tutan insanlarda xərçəng xəstəliyinə tutulma riski azalır. Bu ayda əgər kim Ramazan ayında tutursa, o insanlarda xərçəng riski azalır. Çox maraqlı. Qarşısı alınır. Bu təsirləri var. Təşəkkür edirik sizə cavablandırdığınıza görə. Yekun olaraq bir maraqlı sual var ki, istədiyi cavablandırarsınız. Psixoloji problemlərdə bundan öncə də qeyd etdiyiniz mənəvi boşluqların nə qədər təsiri var? Bu çox önəmli sualdır. Baxın, bu çox geniş cavab verə bilərəm, amma qısaldıram bunu. Ümumiyyətlə, bu sadaladıqlarım ki, o psixoloji problemlər ki var, onların hamısının kökündə mənəvi boşluqdur. Mənəvi aşınmadır. Bəli. Baxın, biz bilirik ki, dünya imtahandır. Bəli. Dünya sınaqdır. Biz buna bilirik. Bəli. Amma bunu qəbul edə bilmirik. Bizim başımıza gələn o problemlər, o çətinliklər ki var, onlar biz nə edirik? Etiraz edirik. Bəli. Niyə başıma gəldi? Niyə falan hadisə oldu? Niyə yoldaşım belə oldu? Uşağım belə oldu? Qonşum belə dedi? İş yoldaşım belə dedi? Ancaq etirazlar, ancaq nigarançılıqlar. Biz qəbullana bilmirik bunu. Bəli. Bilirsiniz, bunu nəyə göstərir? Bu benim Allaha etirazdır. Bəli. Mən Allaha etiraz edirəm. Çünki Əslində Allah bəli. Quranda buyurur ki, mən sizi imtahan edəcəyəm. Yoxsulluqla, yeməklə, nə bilim, xəstəliklə imtahan olacaqsınız. Bu bilirik bunu. Bəli. Bununla yanaşı, amma yenə etirazımızı bildiririk Allaha. Deyir Allah, sən niyə mənim başıma, qabağıma bu bəlanı çıxartdın? Niyə mənim başıma bu hadisə gəldi? Giləylənirik. Gilələnirik. Niyə yoldaşım bu cür oldu? Daim şikayətlənirik, gilələnirik. Yəni Allahın o çıxartdığı sınavlara biz etiraz edirik. Təbii ki, bu etiraz olandan sonra da bu bir növ naşükürlükdür. Bəli. Bu başlayırıq bizdə min cürə xəstəliklər, depressiya, təşviş, nevroz yaranmağa. Etirazdır da, Allah etiraz edirik. Amma bunun yerinə biz elə bilərik ki, bunu qəbullanaq və şükür eləyək. Baxaq ki, bizim problemimizin kökü hardadır. Onu tapıb aradan qaldırmaq daha məqsədə uyğundur. Nəinki biz Allaha etiraz edək, Allaha qarşı çıxaq. Buna görə bizdə bu problem yaranır. Yəni kökündə mənəvi aşınma, mənəvi yoxsulluq durur. Bunu həll edib aradan qaldırsaq, bir çox problemlərin kökü həll olub gedəcək inşallah. Çox təşəkkür edirik sizə bu təfərrüatlı cavablamaya görə. İnanırıq ki, tamaşaçılarımız üçün də bu mübarək günlərdə çox faydalı olacaq. Onlar da özləri üçün yeni faydalı məlumatlar əldə edib həyatlarını tətbiq edə biləcəklər. Dəvətimizi qəbul edib gəldiyinizə görə sizə bir daha minnətdarlığımızı bildiririk. Mən sizə təşəkkür edirəm ki, məni dəvət eləmisiniz bu gözəl verilişə. Allah köməyiniz olsun, Allah sizə razı olsun. Minnətdarlıq sizə var olasınız. Dəyərli izləyicilərimiz, siz İlahi Ziyafət proqramını izləyirdiniz. Mütəala Allah bu mübarək günlərdə hər birimizə həm mənəvi, həm ruhi, həm cismani cəhətdən sağlam şəkildə həyatımızı sürməyi və bu mübarək günlərin feyzindən nəsiblənməyi nəsib etsin. Növbəti buraxılışlardayıq. Allah'a emanet.